Xeyr, məsələlərin izahına baxaq. Gəldik birinci məsələyə. Birinci məsələ istilik effekti bölməsinə aiddir və bizə dəm qazının və suyun əmələ gəlmə istilikləri verilib. 60 qram karbonun hidrogenlə reaksiyasından neçə kilojoul istilik ayrılar? Bu soruşulur. Deməli, karbonun hidrogenlə reaksiyasını yazdım. Karbon plus H2 alındı CH4. Və əlimdə nə reaksiya var? Əlimdə var CH4 üstə gəlmək, su alınıb, dəm qazı və hidrogen. Və 251 kilojoul da istilik ayrılıb. Bax, bu reaksiyadan bura necə keçə bilərəm? Reaksiyanın istilik effekti var. Əlimdəki bu mürəkkəb maddələrin də əmələ gəlmə istilikləri var. Onda CH4-ün əmələ gəlmə istiliyini tapıb davamı eləyə bilərəm reaksiyanın. Deməli, mənfi 251 bərabərdir. Məhsulların əmələ gəlmə istiliklərinin cəmi. Hidrogen bəsit halda olan maddədir. Bunun əmələ gəlmə istiliyi yoxdur. Dəm qazının əmələ gəlmə istiliyi verilib mənə 110 və görürəm ki, əmsalı da yoxdur. 110 çıxmaq. Reaksiyaya girən maddələrimin əmələ gəlmə istiliklərinin cəmi. CH4-ü bilmirəm X-la. Su da gördüyüm kimi 286. Buradan 251 bərabərdir. 110 çıxmaq X çıxmaq 286. Və buradan X-i tapdıq 75. Deməli, karbonun hidrogenlə reaksiyası zamanı əgər 1 mol CH4 əmələ gələrsə, ki, reaksiyadan 1 mol əmələ gəlir, 75 kilojoul da istilik ayrılır. İndi 60 qram karbondan, deməli 12 qram karbon götürəndə bizdə ayrıldı 75 kilojoul. 60-da X, bu da 75-i də vurduq. Deməli 5-ə 5 dəfə artıqdır. Çünki cavabımız eləyər 375. Gəldik digər məsələnin həllinə. Alkan X hibrid orbitallarının sayı, sigma rabitələrinin cəmi B, A minus B fərqi 4. Deməli, alkanın ümumi formulu nədir? CN H2 plus 2. Hibrid orbitalların sayını hansı ifadəni işarə eləmişdik? 4-in. Sigma rabitələrin sayı demişdik ki, molekuldakı atom sayından bir vahid az. Yəni 3n plus 2 atom sayımızdır. 3n plus 1-də. Deməli, o zaman 4n çıxmaq 3n plus 1. Bu mənfi, bunu da mənfi elədi. Bərabərdir 4-ə. Deməli, n bərabərdir 5-ə. Demək ki, söhbət C5 H12-dən gedir. Və indi bizə nə deyir? Etil və izopropil radikallarının birləşməsindən əmələ gələ bilər. İndi şərtdə bir şey də var ki, bir ədəd ikili karbon atomu olsun. 5 karbonu elə düzüm ki, içində bir ədəd, deməli, mən çox yazdım. Bu da oldu mənim 5 karbonum. CH3, CH3, H3, bura H2, burada bir də H yazdım. Və məndən nə istəyirdi? İstəyirdi ki, bir ədəd ikili karbon. Bir dənə ikili karbonum var, 3 dənə birli karbonum, bir dənə də üçlü karbonum. İndi baxaq. Etil və izopropil radikallarının birləşməsindən birinci ən rahat buydu. Ona görə buna plus qoydum. Bəli, bura etildir, burada izopropil ola bilər. Molekulunda 3 ədəd birli karbon atomu var. Bəli, buna da plus qoyum. Bu reaksiyadan alına bilməz. Niyə görə? Baba, bu buradan geçsə, yerdə qalan hissəmiz 4 karbonludur. Ona görə 5 bəri başdan səhvdir. Sonra, rabitə əmələ gətirən qeyri-hibrid orbitallar bütün hibrid orbitalların 60%-ni təşkil edir. Rabitə əmələ gətirən qeyri-hibrid orbitallar bütün hibrid orbitalların 60%-i. Hibrid orbitalların 4-ü vurdum 5-ə, yəni 4 hər karbondan 4 hibrid orbital gəlir, 5 dəqiqə karbonun var, 20. Qeyri-hibridlərimiz də ki, rabitə yaradan qeyri-hibridlər, hidrogenlərdir, bunlar da 12. Bəli, 20 mənim 100%-imdir, 12 də bunun
eləyəcək 60%. Ona görə bu da düzdür. İndi biri də yoxlayaq ki, neçə monoxlorlu törəmə ola bilər. Birləşməyi yazıram. CH3, CH2, CH, CH3, CH3. Deməli, mən xloru bax bura birləşdirə bilərəm. Əvəz etmə, xlor tərəfdən nömrələnmə başlayacaq və olacaq 1 xlor 1 xlor 3 metil butan. Sonra xloru mən birləşdirə bilərəm. Bax bura ikinci variantda monoxlorlu. Yenə də olacaq bu dəfə 2 xlor 3 metil butan. Sonra xloru bax bura birləşdirə bilərəm. Onda bu tərəfdən nömrələnməyə başlayacağam. 2 xlor 2 metil butan. Bir də xloru ilə bura birləşdirsəm, onda buradan nömrələnməyə başlayacaq. Olacaq 1 xlor 2 metil butan. Gördüyümüz kimi 3 yox, 4 monoxlorlu birləşmə ola bilər. Gəldik növbəti suala. Növbəti sualda bizə verib alkan, hibrid orbitalların sayı N, nisbi molekul kütləsi 58. Bunu nə ilə dəyişik salmayın. Bu bizim büsturumuzdakı N deyil. Bunu N ştrixdə qoya bilərsiniz. Səhv salmamaq üçün bax bunu A ilə də işarə eləyin. Daha rahat onu da hesablayacaqsınız. Hibrid orbitalının sayı əslində düstura əsasən necədir? 4-dür. İndi burada qoydum A. Və nisbi molekul kütləsi. Nisbi molekul kütləmiz 14N plus 2. 12 karbonun kütləsi, bir də hidrogenin. Bərabərdir 58. 14N bərabərdir 56. N bərabərdir neçə? N bərabərdir bu halda 4-ə. O zaman bizim hibrid orbitallarımızın sayı da olacaq 16. İndi gəldik ikinci molekulumuza. Bax bu burada verib hibrid orbitalın sayı, sp3 hibrid orbitalın sayı 12. Əvvəlkindən 12 dənə çox. Nəzərə alsaq ki, alkanlar bir-birindən hər karbon özü ilə 4 hibrid orbital gətirir. Elə N-in qiymətini yerinə də qoyub yaza bilərik. A-nın qiymətində, yəni 16 plus 12 bu elədir 28 və 28-i hər karbondan gələn orbitalların sayına bölsək, deməli 7 karbonumuz var. Belə də 12-ni də 4-ə bölüb, deməli əvvəlkindən 3 karbon çoxdur, oradan da tapa bilərdik. Və indi bunun molekul kütləsini hesablayaq. 14 vurmaq 7, üstə gəlmək 2. 70-in üstünə 28 gəldim. Elədir 98, 98-in də üstünə 2, 100. Cavabımız Y variantı. Gəldiyi növbəti məsələmiz alkandır, kütləsi M-dir. 1 molun tam yanmasından alınan karbon qazının kütləsi 3. Alkanı yandıraq. CN, H2N plus 2, üstə gəlmək O2. M mol karbon qazımız alındı. M plus 1 də su alındı. Oksigenə ehtiyacım varmı? Yox, yoxdur. Ona görə oksigeni heç əmsal yazmıram. Baxın, normalda 14N plus 2 mənim alkanımın kütləsidir. Karbon qazının kütləsi nə qədər olur? 44N. Və bunların arasında indi gördüyüm kimi alkanın kütləsi karbon qazının kütləsindən 3 dəfə azdır. Onda yaza bilərəm ki, bax 1 molunun yanmağından nə qədər karbon qazı alınıb? 44. Hesablamağı yuxarıda aparım. Deməli, 44N bölmək 14N plus 2 bərabərdir neçəyə? 3-ə. Bax, nədir? Alkanın kütləsidir, bu da karbon qazının kütləsidir. Bax, bu nisbətdən mən də 1 molu yandırdım. Çünki mən şərtdə də deyir 1 mol və aldım bunu. İndi tənliyimi həll edeyim. 14-ü 3-ə vuranda 42N üstə gəlmək 6 bərabərdir 44N-ə. Buradan 2N bərabərdir 6-ya, N də bərabərdir 3-ə. Demək ki, söhbət C3 H8-dən gedir. İzomeri yoxdur, bəli. Qaz halındadır, bəli. 3 monoxlorlu birləşməsi ola bilməz. CH3, bax CH2, CH3. Mən xloru bura birləşdirərəm, birləşdirə bilərəm ya da bura birləşdirə bilərəm. 2 də monoxlorlu. Bura birləşsə artıq elə birincinin vəziyyəti olacaq.
Sonra molekulunda 3 qeyri-polyar kovalent rabitə. Qeyri-polyar kovalent rabitələrimiz karbonların arasındadır ki, burada da karbonların öz sayından bir vahid azdır. Ona görə cavabımız 1-2. Gəldik növbəti məsələmiz, oksigen-azon məsələsi. Reaksiyadan alınan azon 400 qram 8,3% kalium yod ilə tam reaksiyaya daxil olur. Oksigenin 5% azona çevrilib, X-i tapın. Məsələni sondan əvvələ doğru həll eləyək. Deməli, birinci bizə deyir ki, azonla reaksiyaya girən kalium yodid 400 qramın 8,3%-dir. 400-ü vuram 8,3-ə, bölüm 100-ə. Bu da 12, 33,2 kalium yodid. Sonra kalium yodidlə azonun reaksiyasını yazıram. Alınır kalium OH, yod və su. Deməli, əmsallaşdıraq. Bura 2 düşür. Sonra bir dənə də bura 2 düşdü. Qalan hamı düppədüz. Kalium yodidin kütləsini hesablasam, bu 166. Deməli, 2 vurmaq 166. Nə qədər azonla reaksiyaya girir? Deməli, 1 molla. İndi əlimdə nə qədər var? 33,2. Nə ilə reaksiyaya girər? X-la. X-i tapdıq. 0,1 mol azon. İndi azonun oksigenin azona çevrilməsi reaksiyası. Bura 3, bura 2. Deməli, 3 molundan 2 mol alınırdı. 0,1 mol alınıbsa, bura bir X yazdıq. X da eləyəcək 0,15. 0,15 mol oksigen. Və bu oksigenin cəmi 5%-dir. Deməli, 0,15 5%-dir. O zaman X da 100%-dir. Demək ki, burada 3 mol bizim oksigenimiz var imiş. Gəldik növbəti məsələyə. Növbəti məsələdə nə deyir? XO, XO4, M1, M2 3,6 və M1 plus M2 48 olarsa, X-in nisbi atom kütləsini hesablayın. Deməli, reaksiyaya girən maddələrin kütlələri cəmi bildiyimiz kimi reaksiyadan alınan maddələrin kütlələri cəminə bərabərdir. M1 reaksiyaya girib, M2 alınıb və 3,6 da su alınıb. Və indi bizə deyirsə ki, M1 plus M2 cəmi 48-dir. Deməli, bilirik ki, reaksiyaya girən maddələrin kütlələri cəmi reaksiya nəticəsində alınan maddələrin kütlələri cəminə bərabərdir. İndi burada sulfat turşusunun da kütləsini tapa bilərik. Əgər 98 qram sulfat turşusu reaksiyaya girəndə 18 su alınırdısa, indi əgər 3,6 su alınıbsa, burada 5 dəfə az. Bu da olacaq 0,2-yə vursaq 19,6. Deməli, o zaman M1 üstə gəlmək 19,6 bərabər olacaq M2 plus 3,6-ya. Bu da bizim sistem tənlik. Rahat-rahat həll eləyək. Əvəz etməklə də ürəyiniz necə istəyirsə. M1 plus M2 bərabərdir 48. Burada deməli M2 çıxmaq M1 olacaq 16. İndi bunları tərəf-tərəfə toplasaq 2 M2 bərabər olacaq. M1-lər ixtisar gedəcək. Bərabər olacaq 64-ə. M2 bərabərdir 32-yə. Deməli, bu duzumuzun kütləsi. X, SO4-ün kütləsi 3,6 qram
su alınanda bunun kütləsi olub 32, 18 qram su alınanda olardı 160, yəni x üstə gəlmək SO4-də SO4 burada qoy yazım ki, aydın olsun. X üstə gəlmək 32 plus 64 bərabərdir 160. Elə x bərabərdir 64-ə. Deməli, bizim bu kütləmiz 64 qram imiş. Gəldik növbəti məsələmiz nədir? Növbəti məsələmizdə CH4 və NH3-dən ibarət qaz qarışığı verilib. Hərəsindən nə qədərdir bilmirəm. Buradan X götürürəm, buradan Y götürürəm. Və burada hidrogen atomlarının sayı azot atomlarının sayından 4 dəfə çox olarsa. Hidrogenlərimiz hardan gəlir? Əgər deməli, X-i vurdum 4-ə 4x, Y-i vurdum 3-ə 3y, azot hardadır? Azot ancaq buradadır. Y bərabərdir 4-ə. Buradan 4y bərabərdir 4x üstə gəlmək 3y-ə və y bərabərdir 4x-a. Yəni, metanın mol miqdarı amonyakın mol miqdarından 4 dəfə azdır. Yəni, metanı bax 1 mol götürsək, amonyakı götürməliyik 4 mol. Və buradan M ortanı hesablayaq. M orta bərabərdir 1 vurmaq 16, üstə gəlmək 4 vurmaq 17, amonyakın kütləsi bölmək 5. Bu da bərabərdir 16,8.